Bağın sahibi kimdir? Biz bunu edirik. Onlar Hansı ilk növbədə biz elə siyasi mesaj verdik. oranı talan edirdilər, Azərbaycan isə bərpa edir. Bəli və mən bir daha qeyd edim ki, dövlət başçımızın artıq ötən gündən Ağdama səfəri başlayıb və bu səfər işğaldan azad olunmuş ərazilərimizə davam edir və digər ərazilərdə səfərdədir və qısaca informasiyalar da ondan ibarətdir ki, Xankəndidə Zəfər Parkının təməl mərasimində olub dövlət Ermənistan da qırışdırdılar, Qarabağı dağıtdılar. 30 il çöllərdə qoydular bizi. Və eyni zamanda əlbəttə ki 30 il qaçqınlar qaldı çöldə. Xocalının Ballıca kəndi. Eyni Ukrayna kimi. Amma bu günləri o ölkələr sərmayə qoymurlar Qarabağın bərpasında, Qarabağın yenidən abadlaşmasında sərmayə qoymurlar. Həmən xarici ölkələr Ermənistanın vaxtı ilə 92-93-cü ildə onlar silahla, ordu ilə gücləndirib o İskəndər raketləri ilə gücləndirib Azərbaycanın üzərinə saldılar. Azərbaycanları qaçqın saldılar. İndi sərmayə qoymurlar. Azərbaycan dövləti tək başına deyil. Biz də istəyir ki, şəhərciklər çox olsun, həyat evləri, şəhərciklər, qəsəbələr çox olsun. Amma bu günlər dövlət gücünə o binalar, izdaniyalar çoxdur. Qarabağlıların da qayıdıb bağlanmasını, məhəbbət göstərməsini istəyiriksə, kimsə, dövlət də istəyirsə, ən çox binadan çox, izdaniyadan çox həyat evi, şəhərciklər olsun, qəsəbələr olsun. Çünki Qarabağlılar tərəkəmədir. Kolxozda, hər yerdə necə deyirlər, tarlada işləyən vətənpərvər bir insandır, necə deyirlər, tərəkəmə. Şəhərciklər, həyat evləri çox olmalıdır, qəsəbələr. Sağ olun, var olun.